Deməli, başladıq Koroğlu dastanlarına. Koroğlu dastanının hansı qollarını keçmişik? 4 qolunu keçmişik. Duratın itimi, durna teli, keçər Həmzənin qıratını qatırması, bir də Koroğlu ilə Bolu bəy qolu. Koroğlu ilə Bolu bəy qolu düzdür. Hansı qolda deməli Eyvaz durna teli ovalığa gedir? Durna telində. Durna telində. Durna telində hadisələr harda baş verir? Bağdadda. Bağdadda baş verir. Eyvaz kimlərlə gedir? Dəmirçioğlu, Bəlli Əhməd, bir də Dəmirçioğlu, Bəlli Əhməd, Eyvaz. Dəmirçioğlu, Bəlli Əhməd, Eyvaz. Eyvaz kimlə gedir? Hə. Dəmirçioğlu, Bəlli Əhməd, Eyvaz gedirlər. Düzdür. Deməli, bunlar tutulandan sonra kim deməli Koroğluya xəbər gətirir birinci? Xoca Əziz. Xoca Əziz xəbər. Ümumiyyətlə bir şeydə Xoca Əziz Bəzirgan yollardadır, tacirdir bəli. Ona xəbər gətirir. Hamı inanırmı dərhal ona? Yox. İnanmırlar. Bəs nə vaxt dəqiqləşir məlumatlar ki, doğrudan da bunlar tutulublar? Koroğlu, Eyvaz bəylə Əhməd Dəmirçioğlu tutulublar. Necə dəqiqləşir? Meydanda asılma aparır. Yox. Bir nəfərə xəbər gətirir. Aşıqcılıq xəbər gətirir. Aşıqcılıq nə deyir? İki dəllər var, dəllər öldürəcək. Meydanda. Şaşdırdım sizi. Aşağı senin burada değildi de. Sıra zalda Bolu bəydi. Sıra zalda. Haberi diyemem sonra ne diyeyim. Mən deyirəm ki, siz bilirsiniz ki, mən sual elə gətirirəm, siz sonra cavab verəsiniz. Amma cavabı yoxsa deyin ki, səhv deyirsiniz, bunun cavabı yoxdur. Heç nə. Xoca Əziz sıraz inanırlar. Hətta Xoca Əziz özünü qıratın belinə bağlayır. Qırla bağlayır özünü qıratın belinə, gəlir, bəli. Sonra da Koroğlu minir, qayıdır, gedir. Yaxşı, yaxşı. Sən mənə deyirsən nəyə? Kim tutturmuşdu bunları? Aslan Paşa tutturmuşdu, bəli, Aslan Paşa tutturmuşdu. Burada hadisələr neçə xətt üzrə inkişaf edir? Hansı xəttlərdir onlar? Aslan Paşa. Yox, Koroğlu. Koroğlu'nun bədəllərini, bir də Giziroğlu Mustafa bəy bədəlləri. Bəli. Giziroğlu Mustafa bəyin deməli Koroğlu'nun hansı ortaq xüsusiyyətləri var? Atları var ikisində. Xüsusi atı var ona görə. Atasına görə bu işə Başlayıb, bəli, atasının intiqamını almaq üçün başlayıb, amma Koroğlu'nun mübarizəsi sonralar ictimai mübarizəyə çevrilir. Amma Mustafa bəyin şişbər var. Bəli. Koroğlu'nun var. Alabatı atı var. Şiş uçlu şişbəri var bir şey. Şişbəri var. Şişbəri var. Atı var alapaça, Koroğlu'da qıratdı. Onda misli qılınc var, bunda şişbəri var. Bunun da başının adamları var. Bəli, başının adamları deyil. Neçə nəfərdir başının adamları? 40 nəfərdir. Koroğlu'da neçə nəfərdir? 777 nəfər, düzdür. Yaxşı. Burada da hadisələr dedik ki, iki xətt üzrə inkişaf edir. Hansı bir şəxsi ədavəti var idi mi bunun Koroğlu'nun? Kimin daha güclü olduğunu. Bəli, sadəcə kimin daha güclü olduğunu bilmək istəyirdi, düzdür. Yaxşı. Sən mənə deyirsən, Koroğlu'nun deməli Giziroğlu Mustafa bəylə o dava döyüş səhnəsindən danış, necə olur onlar? Koroğlu'nun Kimdən soruşur ümumiyyətlə Koroğlu ki, neçə yol var? Xoca Əziz. Çox səfərdən soruşur. Həmişə deyirəm. Çox səfərdən soruşur ki, burada neçə yol var? O qalib gələndən sonra Aslan Paşa ilə döyüşür. İki yol var, biri bizim getdiyimiz, bir də dağlardan gedən. Yaxşı, Aslan Paşanın məclisində Koroğlu'dan Aslan Paşa şübhələnirmi? Xeyr, Sədrəzəm. Sədrəzəm çox vacibdir ya. Sən cavab verirsən, gec cavab verirsən. Şübhələnir soruşdur. Sən gec cavab verirsən, hə. Sədrəzəm şübhələnir. Sədrəzəm deyir ki, deməli Aslan Paşanın qulağına deyir ki, mənim bu aşıqdan heç gözüm su içmir. Hələ bəlkə az qalır deyəm ki, lap Koroğlu'nun özüdür. Aslan Paşa da deyir ki, yox eşi deyir. Biz yəni bu qədər aciz olduq ki, Koroğlu gəldi, yəni bizim içimizə girdi, biz hiss eləmədik. Amma həqiqətən də Koroğlu gəlib onların içinə giribmiş. Bu da belə. Yaxşı. Siz mənə deyirsiniz nə? Sən mənə deyirsən. Koroğlu necə döyüşə gedəndə, mən özüm qarşılıq soruşuram ki, yerləri qarşılayasın. Bunlar döyüşə gedəndə misli qılınc kimdə olur? Eyvazda. Dəmirçioğlu. At Eyvazda olur. Dəmirçioğlu olur. Bəs yaxşı, qırat kimdə olur? Qırat Eyvazda olur. Ümumiyyətlə düşmən gələndə, Aslan Paşanın qoşunu gələndə bunlar yatmışdı. Necə olur oyanırlar? Qırat səs eləyir, bəli, oyanırlar. Qırat səs eləyir, oyanırlar. Bu da düzdür. Qırat nəyə görə özünü belə sınmış kimi aparır Aslan Paşanın yanında? Çünki o tanımadığı adamın yanında Koroğlu'dan Düşmən əlinə keçənlər, bəli, özünə elə aparır. Nökərə verirlər. Bəli, nökərə verirlər ki, kim idi xəbər gətirən? Yox, onu demirəm. Aslan Paşaya ki, xəbər aparmışdı ki, Koroğlu'nun adamları Yox. Bəli, burada. Qorxucu, Aslan Paşanın qorxucusu xəbər gətirmişdi ki, bəs 3 nəfər bu nanda, bu nişanda içib deyəndə ki, yəni durna tel olub yatıblar da belə deyək. Yaxşı, necə olur ki, Aslan Paşa ora qoşun çəkmək qərarına gəlir? Hansı sözə görə? Koroğlu'ya görə. Deyir ki, onların içində bir nəfər var, elə lap Koroğlu'nun özüdür. Eyvaz Koroğlu'ya oxşuyurdu, ona görə deyir ki, lap elə bil ki, Koroğlu'nun özüdür. Yaxşı, bu da düzdür. Eyvaz Koroğlu'ya oxşuyurdu, ona görə gedirlər. Kim deyir ki, durna teli deyir, gör oğlanlara belə yaraşanda bizə necə yaraşır? Yox. Tamam, telli. Telli.
Dəmirçioğlu deyir sağalmışdı deyə. Onun da keyfi çöküldü. Amma biz bilmirik burada Dəmirçioğluya nə olub. Sadəcə deyir Dəmirçioğlu sağalmışdı deyə. Onun da keyfi çöküldü. Deməli bunu deyir Nigar xanım, Telli xanım və deyir ki, gör deyir durna teli qoyur Eyvaz başına gələndə. Hamısı baxırlar ona tərəf. Onda Telli xanım deyir ki, gör ona necə yaraşır. Oğlanlara belə yaraşanda gör bizə necə yaraşar. Bu vaxtı Eyvaz gəlir çatır və özü eşidir bu sözü və deyir ki, icazə ver gedim gətirim. Koroğlu nəyə görə icazə vermək istəmirdi? Gedib şeydə, yəni yox, məncə düşmənlərinə Birinci fikirləşir ki, yəni başına bir iş gəlir. Amma sonra nə düşünür ki, icazə verir? İgidin başı qalda gələk. Bəli, igidin başı qalda gələk. Nigarə baxır. Nigar da görür ki, Eyvaz dil olub yalvarır. Bunda deyir ki, bəli. Eyvazın neçə yaşı var idi? 15 yaşında. Kimin nitqində görürük bunu? Bəli, Eyvazın 15 yaşında qüdrət qələmi qarşısında. Bəs yaxşı Uruzun neçə yaşı var idi? Onun kimin yaşında? Onun da Salur Qazanın nitqində görürük ki, deyir 16 yaşına çatmısan, yəni ad çıxarmamısan. Bu daha düzdür, yaxşı. Durna Teleqolunda, baş kəsməyib, igidlikdən deyil. Deməli, yaxşı, Durna Teleqolunda Gizroğlu Mustafa bəy deyir ki, biz belə döyüşdük, mübarizə apardıq, heç isə qurtardı da. Adamların sırası inanır ona. Burada bir fək görürük. Koroğlu'nun başında adamlar ona inanır, amma onun başında onlar inanmırlar ona. Yaxşı, Koroğlu qayıdır, gəlir, məclis qurulur, qəşəng iyi bitmək məclisi qurulur. Bu vaxtı nə baş verir orada? Nigar ondan soruşur ki, səndən daha igid varmı? Bəli. Nigar soruşur ki, sən ki belə igidsən, səndən daha igid var. O da alır kimin sazını? Aşıq Cınının sazını alır və deyir ki, analar oğul doğuldu, Gizir oğlu Mustafa bəy. Bir atı var alapaça, aman verməz qırat qaça, qılıncın uzahaça, Gizir oğlu Mustafa bəy. Bunu deyəndə Gizir oğlu Mustafa bəy də adamları ilə gəlmişdi, çünki ona inanmamışlar. Demiş ki, bəli, deyir, əgər kişidirsə, mərddirsə düzün deyəcək, deməsə sizin qarşınızda döyüşək. Bu vaxtı qulaq asanda artıq adamları da eşidirlər ki, bunlar döyüşüblər. Bundan sonra Giziroğlu Mustafa bəylə girirlər, qucaqlaşırlar. Desək ki, sonda Giziroğlu da onun dəlisi olmağa razılaşır. Xeyr, sadəcə dost olurlar, qardaş olurlar. Bəs yaxşı Giziroğlu Mustafa bəy niyə məclisə girməmişdi sırası? Niyə görüşür? Onlar məclis kişilikdən deyil ki, yəni onların məclisini pozaq. Ona görə girmirlər. Məclisə gözləyirlər. Yaxşı. Deməli, xəbəri kim gətirdi Koroğluya ki, sən oxuyurlar? Xoca Əziz. Bəli. Koroğlu kimin sazı ilə sonda oxuyur? Aşıq Cınının sazı ilə oxuyur. Koroğlu Özbəkistan Paşanın məclisində necə təqdim eləyir? Aşıq kimi təqdim eləyir, düzdür. Bəs yaxşı, Düratın itməyində Koroğlu özünü necə təqdim eləyir? İlxıçı kimi təqdim eləyir, düzdür. Yaxşı, indi keçək onda Düratın itməyinə. Düratın itməyi qolunda, deməli, necə olur ki, Dürat itir? Kim oğurlayır onu? Hansı fəsil təsvir olunur? Yaz fəslidir, deyir, bir bülgülə qarışmış falan. Qan coşan vaxtıdır. Bu Dürat da deyir, bütün sürmü, qatır qabağına elə bir coşur da, yaz fəsli gəlir və salır qaçırdır. İlxı gedib dolur hara? Qaraxanın qoruna. Qaraxan insanları həmişə qorxudurdumu? Deyirdi ki, İran padşahının qohumu kimi təqdim edirdi özünü və insanlardan istifadə edir. Bəli. Zülm deyirdi biraz özünü bəyənmişdi, deyirdi də belə deyir. O hindi quldur dəyişir. Deməli, bu da belə. Düratın itməyi qolunda, deməli, şeydən kim yayınlar? Demək, Dürat itməyin qolunda nə baş verir? Hə, bu gedir qorxud olur. Koroğluya kim xəbər gətirir ki, ilxı yoxdur? İlxıçı xəbər gətirir ki, ilxı yoxdur. Bəs yaxşı, Qaraxana kim xəbər verir ki, Koroğluya ilxı gəlir? Nökərlərindən biri. Qaraxana nökərlərdən bir xəbər aparır ki, bəs ilxı gəlir. Koroğluya da öz ilxıçısı xəbər aparır ki, bəs ilxı yoxdur. Koroğlu sırası narahat olurmu? Deyir, ilxı da itib tapılar da. Amma deyəndə ki, Dürat da yoxdur. Onda Koroğlu dik atılır ki, bəs mən hazırlayın, gedirəm. Atını istəyir getməyə. Getmək istəyəndə kim gəlir çıxır? Qaraxanın Mehdəri. Baxın, burada 3 nəfərin adı çəkilir. Qaraxanın nökər xəbər verir ki, ilxı gəlir. Koroğluya da Koroğlunun ilxıçısı xəbər verir ki, ilxı yoxdur. Sonra da Qaraxanın Mehdəri gəlib xəbər gətirir ki, bəs deyir Koroğlu sənsən, deyir hə, o da deyir rahat icazə ver rahatlanıb. Bundan sonra rahatlanan vaxtı nə deyir Koroğluya? Sevil nə deyir? Deyir sən ilxıçın, yox ilxın Qaraxandadır. Bu da inanmır. Deyir ilxı Qaraxanın qorxundadır, o da inanmır, nə deyir? Dəli Həsənin yanına qoyur. Dəli Həsən. İnanmır deyəndə biz orada tam inanmır görmürük. Bəli, hər şey ola bilər. Demişdim sizə, yəni o dövrdə hər şey ola bilər. Bəlkə Koroğlunun təlisi almasın. Ona görə Dəli Həsəni onun başında qoyur. Deyir mən gələnə qədər buna göz müğayət ol da. Əgər yaxşı bir şey veribsə mükafat verirlər. Pis bir xəbər olsa təbii ki cəzasını alacaq. Yəni düzgün xəbər olmasa. Ona görə də Dəli Həsəni onun yanında qoyur. Deməli biz Düratın itməyi qolunda deyə bilmərik döyüşənlərin kimi Dəli Həsən deyə bilmərik. Çünki Dəli Həsən qalır deməli həmin xəbər gətirən Mehdərin yanında.
Burada Koroğlu özünü necə təqdim eləyir? At itibsə, ilxıçıdır demişəm. At itib bax, ilxıçıdır. Burada gedir deməli Qaraxanın yanına. Necə olur ki, burada Qaraxana nə kimi təqdim edir özünü, nə deyir? Mən Koroğlunun ilxıçısı olmuşam. Aha. Ondan ki, bir ay əvvəl. Bir ay əvvəl məni Mən qovdu. 2 ay gəlsən də dəllərə qatırım. Çox şey oldum, ilxıçı oldum. Aha, mən də baş qoymadım. İstəmədim. Deməli deyir ki, mən Koroğlunun ilxıçısı idim. Bir ay əvvəl məni qovub. Səbəb kiminə göstərir Sevil? Dəliləri. Bəli, deyir ki, mənə dedi sən çox ilxıç oldun. İndi gəl mənə dəli ol. Səbəb kimi bunu göstərir. Deyir indi gəl mənə dəli ol. Mən də baş qoymadım. Ona görə də məni qovub. Bildik. Və bundan sonra deməli bu da deyir ki, bəs sən nəyə may? Sonra başlayır Koroğlunu tərifləməyə. O da deyir nəyə may Koroğludan danışırsan? Koroğlu kimdir ki, atsız tansız gələnin biri. Mən isə Qaraxanın özüm də İran padşahının qohumu. Onda Koroğlu deyir ki, demək ki, Koroğlu təkdir. Saysız dəlisi var. Dəmirçioğlu, Bəlli Əhməd, Eyvaz İsabalsı var. Yadda saxlayın kimlərin adını çəkir. Dəmirçioğlu, Bəlli Əhməd, Eyvaz İsabalsı var və Koroğlu təkdir. Saysız dəlisi var. Dəmirçioğlu, Bəlli Əhməd, Eyvaz İsabalsı var. Deməli, Düratın itməyi qolunda dedik ki, Koroğlu özünü necə təqdim eləyir? İlxıçı kimi, kimlə mübarizə aparır? Qaraxandan. Sonda kimi öldürür? Qaraxanı öldürür. İlxı özü gəlib dolmuşdu. Bəli. Kim qatmışdı İlxını? Dürat qatmışdı. Durat qatmışdı. Yaxşı. Bir də qaydaq, bir də gedək. Durna Telqolda özünü kimi təqdim eləyir? Aşıq kimi təqdim eləyir. Kim Koroğluya xəbər gətirir ki, bəs Xocaəziz xəbər gətirir. Kimin sazı ilə çalır Koroğlu? Aşıqçının sazı ilə çalır. Kimdən yolu soruşur? Kösə Səfərdən yolu soruşur. Deməli, bu da belə. Kimdən də həm də mübarizə aparır burada? Neçə xətt var? Gizroğlu Mustafa bəy xətti də var. Bu da düzdür. Yaxşı, Dürat etməyində bir şey yoxdur. Qaraxanı da öldürür. Ordasan başqa öldürür Koroğlu. Burada da Koroğlu Qaraxanı öldürür. Yaxşı, bundan sonra Dürat etməkdən sonra da qayıdır, gəlir Düratla, məsələn, bununla da qurtarır. Keçirik, Keçəl Həmzənin qat qaçırması çox müydür? Danışdım, Bolu bəylə kimi başlayır. Bolu bəy qolunda. Deməli, bunları biraz müqayisəyə danışaq. Keçəl Həmzənin qat qaçırması qolunun əvvəlində Məclis qurulur. Bolu bəydə də var. Amma Bolu bəydə, məclis deyəndə ki, Bolu bəy qolunda sadəcə bunlar üçü, Ərəb Reyhan, bu Hasan Paşa, bir də Bolu bəy. Bunlar razılığa gəlirlər, danışırlar. Elə bil Hasan Paşa namə yazır, Ərəb Reyhan da çağırır, Bolu bəy də çağırır. Bunlar üçü razılığa gəlirlər. Bildiniz necə? Amma qarışdırmayın da, bu qolların ümumiyyətlə əvvəlini qarışdırmayın. Orada məclislər qurulur, Keçəl Həmzə. Ümumiyyətlə Keçəl Həmzə çox böyükdür bunlara nisbətdə, yəni. Bolu bəy qolu necə başlayır? Yəni sadəcə olaraq Hasan Paşa hardaydı? Toqatdadır. Xodkar hardadır? İstanbulda. Bax mən sizə demişdim, necə gedir? Ən böyükləri Xodkardır, İstanbulda oturur. Hasan Paşa hardadır? Toqatdadır. Ərəb Reyhan yox, Bolu bəy Ərzincandadır. Ərəb Reyhan Qarsdadır, Bolu bəy Ərzincandadır. Hasan Paşa Toqatdadır. Xodkar da İstanbuldadır. Ona görə İsabalı gedəndə Nigar ona deyir ki, əti. Birinci gedərsən Ərzincana. Yəni Bolu bəy Ərzincandadırlar, öz yerinə apara bilər. Orada olmasa gedərsən Toqata. Bəlkə Hasan Paşaya verib ona görə. Sonra da İstanbula. Bəlkə birbaşa Xodkarın yanına aparıb. Əti. Ərzincanda Bolu bəy özüdür. Toqatda Hasan Paşa da ola bilər, Hasan Paşaya versin. Ola bilərsə birbaşa Xodkara aparsın. Onda da olacaq İstanbul. Mənasından çıxar ki, yaddan çıxmasın. Yəni əti ona görə deyir ki, Ərzincana get, orada olmasa Toqata get, orada da olmasa İstanbula gedərsən. Deməli, bunlar da belə gedirlər. Nə ilə başlayır? Bunlar razılaşırlar. Bunlar çox hiyləgər adamlar. Ümumiyyətlə bir-birlərinə qarşı yaxşı idilər. Yox. Bir-birlərinə qarşı mənfəətlər birləşdirmişdi. Yaxşı. Bunlar nə istəyirdilər? Hasan Paşanın məqsədi nə idi? Özünü qaldırmaq vəzifəsi. Yox, yəni Koroğluya qarşı nə etmək istəyirdi? Başqalarını göndərib özü biraz arxada qalır. Özü arxada qalıb geri getmək istəyir. Hər şeylə keçirmək istəyir. Yəni azdan azır. Bax, burada onun Bolu bəyə falan vədləri də, yəni biz görmürük ki, o məclis qurulur. Bolu bəy Mehdər Murtuzu istəyir, dedilər falan. Onlar hamısı məclisdə baş verən hadisələrdir. Keçəl Həmzə, yadda saxlayın da, Keçəl Həmzə məclisdə danışır ha. O birisi məclisdə danışmalarda hamısı oradadır. Məsələn, Mehdər Murtuz danışır, deyir ki, belə Qacaralını istəyir. Tezdə buna gətirib sala bilər ki, Bolu bəy ondan Qacaralını istəyir falan. Burada deyil. Onlar hamısı Keçəl Həmzədir. Burada sadəcə biz görürük ki, bunlar üçü razılaşırlar, hücum edirlər. Bəs salam, başqa heç nə yoxdur. Ondan sonra hadisələr Bolu bəylə bağlı baş verir artıq o səfərdə. Bildiniz? Aha. Bunlar razılaşdılar. Deməli, burada razılaşırlar. İstəyir ki, Hasan Paşa istəyir ki, hamını göndərsin, özü ən axırda rahata getsin. O ki, Ərəb Reyhan idi, o da onu istəyir. İstəyir bunlar getsinlər, bu ən axırda getsin. Ona görə bunlar səfər tədarükünü yavaş götürürlər. Amma Bolu bəy nə istəyir? Bütün hamıdan qabaq getsin və özü at çıxarsın. Ona görə Bolu bəy dayanmadan tez qoşunu haylayır.
Bu hadisələr elə bir Keçəl Həmzənin qətlə qaçırmasından sonra baş verən hadisələr. Orada Koroğlunun Burada nitqində. bəli, Həmzə həm Koroğlunun nitqindən görürük deyir ki, onun qızlarından bir mənə görə gedib Həmzəyə, bir də sənə gəlsin. Bu bir də ki, biz bayaq gördük axı, Həmzənin qıratı qaçırması qoluna görə axı. Deyir ki, Mehdər Murtuz onun igidliyinin yarısı qıratdadır. Qıratı gətirsinlər, sonra biz gedək. Gördünüz? Düzdür, qıratı ala bilmirlər, Koroğlu gəlib aparır. Ondan sonra da Bolu bəy hücumu. Bu hadisələr ondan sonra baş verir. Yəni biz deyə bilərik ki, bu qolda Həmzənin qıratı qaçırması qoluna işarə var. Orada deyir ki, mənə görə onun bir qızı Həmzəyə gedib, Keçəl Həmzə. Bu da belə. Hə, Bolu bəy qolunda, Bolu bəy gəldi. Yanında da kimlər var? Kimləri gətirib özü ilə, hansı ki biz Həmzənin qıratı qaçırmasında görürük ki, onlar istəyir. Gəcəralı bir də niyə Mehdər Murtuz? Çünki Koroğlunun Bəli, neçə illər Koroğluya mehdərlik eləmişdi deyə. Niyə? Neynir? Nəyi bilir? Çəllibeli yaxşı tanıyır. Çəllibeli yaxşı tanıyır. Ona görə Çəllibeli, onda İsabalıya nə deyir? Deyir ki, bələdçilik eləyib Çəllibelə düşmən gətirən. Bələdçilik eləyib Çəllibelə gətirib onu. Çəllibeli yaxşı tanıyır. Və Gəcəralı niyə? Çünki güclü olub. Toqatın azman pəhləvanlarından idi. Videoya mütləq siz də özünüz də baxarsınız, yadınızdan çıxmasın. Bəli. Toqatın azman pəhləvanlarından idi. Toqatın azman pəhləvanlarından olduğuna görə deməli onu da gətirib deməli mütləq yadda saxlayın. Amma Toqatın azman pəhləvanlarından dırnaq içində olan bu Gəcəralı Koroğlu ilə mübarizə apara bilirmi? Döyüşə girmir. O döyüşə girmək istəyəndə arxadan vurur. Arxadan yox. Elə şeyi göndərir. Nədir onun adı? Nizəni göndərir. Nizə deyildi. Yadımdan çıxır. Atır. Elə o orduğu yerdə də qalır. Sapan deyil. Yox, sapat da deyil. Baxaram ona. Silahla da yadımdan çıxdı. Elə göndərir, olduğu yerdə də qalır. Gəcəralı heç döyüşə girə bilmir Koroğlu ilə. Əvvəl qorxur girməyə. Ulu bəy də o deyir ki, nə dayanmısan deyir, səni niyə gətirmişəm? Döyüşə girdə görmürsən cəmaatı deyir. Elə döyüşə girməyə hazırlaşanda elə Koroğlu necə atırsa orada da qalır. Ölüb qalır orada. Yaxşı. İndi Bolu bəy qaydaq təzədən başlayalım. Bolu bəy nə edir? Gəlirlər Çənlibelə. Çənlibelə gələndə Koroğlu ilə necə olur ki, bunlar rastlaşırlar? Heç biri qaça bilmir. Amma Həmzənin qıratı qaçırması qolunda. Koroğlu gizindən görür Koroğlu özü gəlir görür. Amma burada onlar elə anidən rastlaşırlar ki, nə bu gizlənə bilir, nə o gizlənə bilər. Deyirsən kimsən? Nəyə? Özünü necə təqdim edir? Qorxucu. Qorxucu deyir, Çənlibelə qorxucu. Deyir, haran yoxsan, deyir, Çənlibelə qorxucu. Deyir, Koroğlu buradadır. Deyir, mən buralarda olar. Hə. Bundan sonra kim görür onları? Mehdər Murtuz. Mehdər Murtuz keçir hara? Koroğlunun Arkasına, arxadan işarə edir ki, nə qorxucu, nə bir şey, başın batması Koroğlu'dur ki var. Qoşuna hay vurur, sırazı tutturur bunu. Tutandan sonra artıq Mehdər Murtuz tanımamışdı. Deyir, arxadan gəlir Mehdər Murtuz. Mehdər Murtuz gəzirdi. Arxadan gəlir, görür ki, Koroğlu ilə Bolu bəy danışır. Bunları arxadan da işarə edir. Axı deyir, arxadan gəlir. Mehdər Murtuzu görəndən sonra əlbəttə ki, tanıyır da. Və ondan sonra tutturur. Bundan sonra nə ilah elə Koroğlu boynuna alırmı? Niyə boynuna almır? Çünki yaraq hesab yox idi. Həm Çənlibelə başsız qalardı. Düşmən Koroğlunun tutulduğunu bilib Çənlibelə ayaq açardı. Bəli, Çənlibelə ayaq açardı. Koroğlunun ona görə bir xasiyyəti var idi ki, deyir Koroğlu tutulanda Koroğlu olduğunu boynuna almazdı. Və biz burada deyə bilərik ki, Koroğlunun yeni bir xüsusiyyəti ortaya çıxır. Burada Koroğlunun yeni bir xüsusiyyətini görürük. Hansı qolda? Bolu bəy qolunda Koroğlunun yeni bir xüsusiyyətini görürük. Boynuna almır ki, kimdir? Yaxşı. Bu da belə. Bolu bəy nə qədər ilah edir, boynuna almır. Bolu bəy ona birinci inanmır. Yəni Mehdər Murtuz adamları nə deyirlər? Deyirlər ki, bəs bizim adamımız Bolu bəydir. Bu nə deyirsə buna inanaq da biz niyə ona inanırıq ki, aparaq. Bəs Koroğlu nə deyir ki, onları ikna edir? Qabağına sardaqsa, Koroğlunun özünü tanıyır. Bəli, deyirsiniz ki, tanımırsınız, laf aparırız. Xodkarın öz oğlu Bürcü Sultan kidir Koroğlu tanıyır. Niyə tanıyır? Mən sizə demişdim onu. Döyüşdə qızını Bəli, çünki Nigar xanım Bürcü Sultanın bacısıdır. Elə Xodkarın qızıdır Nigar xanım. O da gedib Nigar xanımı gətirəndə Bürcü Sultanla döyüşür. Hətta orada Bürcü Sultan deyir ki, Nigarın xətini onu öldürmür, deyir bir də qabağıma çıxma. Nigarın xətini onu öldürmür, bəli. Bürcü Sultan ki deyir onu tanıyır, onda deyir sən tanımırsan. Yəni Xodkarın yanında biabır olacaqsan da bir növ o mənada. Onu deyir ki, ya onda deyir mən daha geri evdən bayıra çıxmayım da deyir. Necə mən o boyda rüsvayçılıq edeyim. Koroğlu adı ilə təsəvvür edib aparıb başqasını Xodkara versin. Ondan sonra deyir mən daha geri evdən bayıra çıxmayım. Bunda oje tam inanır ki, daha Bürcü Sultan da deyir tanıyır da o kişi şey eləyəcək. Bunun qollarını açdırır. Açandan sonra nə sual verir ona? Mərd mərdanə denən ki, indiki deyir ki, Koroğlu deyirlər mərd adamdır. İndi deyir mərd adam, qolların da açıqdır. Mərd mərdanə soruşuram. Sən Koroğlusan? Məndən mərd mərdanə cavab verir ki, bəli Koroğluyum. Qoşuna hay vermək istəyəndə deyir ki, saxla, onu bacarmazsa, mən deyirsən danışa məni tuta bilməsən. O deyir bir dəfə oldu. Yəni sən məni təsadüfən tutdun, sən məni tuta bilməsən. Bir dənə belə qoşun gəlsin, sən məni tuta bilməsən. Amma deyir görüm niyə gəlmirsən. Bu vaxt Bolu bəy hiylə niqabını çəkir üzünə, başlayır danışmağa. Deyir ki, bəs mən deyir Bolu bəyə, Mərsincan Bolu bəyə mən gəlmişəm deyir. Hasan Paşa qızını mənə verəcək ona görə.
Bəs istəyirəm ki, Burada deyir ki, Bunu aparım. hər az bazara qoyub deyir. mənim yolumda deyir qızların nə yaman Hər az hər bazara az bazara qoyur deyir. Onun bir qızı mənə görə deyir, Ki, keçələcək, fərqli qoy biri də sənə gəlsin. Mən gəlirəm səndən. Amma bir şərtim var. Nədir şərti? Deyir ki, mən verənsinə Yox. Elə bilərsən məni belə aparmaq rahatdır. Şey, Mən döyüşək. gəlib qoşundan döyüşüm. Sırası başlayır. Nə Kol yola da gedir? deyir. Koroğlu deyir. Koroğlu deyir ki, gəl döyüşün. heç nə. Hə, deyir mən sizə döyüşməliyəm. Bu da deyir ki, hay vurur qoşuna, deyir döyüş başladı. Bolu bəy nə qədər ilah edir? Deyir, yox, döyüş başladı. Bolu bəy məcbur qalır qoşuna hay vurur, döyüş başladı. Döyüş başladı, deyir, göz gördüyündən qorxar axırda deyir. Bolu bəy qoşuna necə girirsə, Koroğlu qoşuna necə girirsə, daha şey olmur, daha hamısını vurur, yıxır. Qacar aldığında girməmiş öldürür. Sonra da deyir ki, daha Bolu bəy yapışıb öldürmək istəyəndə Bolu bəy yalvarır ki, bəs burax da belə. Ondan sonra Bolu bəy buraxır bunu və Koroğlu daha doğrusu Bolu bəy buraxır. Deyir ki, hə, indi deyir gedək. O da Koroğlu deyir ki, Bolu bəy deyir ki, yox, mən səni aparmıram. Yenə də hiylə işlədir ha. Əlləri bağlı. Deyir ki, mən səni aparmıram. Yolda da deyir, başqa belə zarafatlar düşəndə mən səndən belə zarafatlar eləmək istəmirəm. Nə də deyir, Hasan Paşanın qızını istəmirəm deyir. Səninki səndə, mənimki məndə. Neçə deyir ki, yoxdur, mən Mərdimədana deyirəm ki, gəl apar. Deyir, yox, istəmirəm. O da deyir ki, yaxşı gəl qollarımı bağla apar. Elə bunu mən deyim. Sırası qollarımı bağlatdırır. Muratım belə qolu bağlı. Bəs sən başa Yoldadır. Hə, şey Oxutma elədi 2 dəqiqə. Deyir qollarını bağla. Qolları gözüz tüvküdür o da. Qollarını bağlatdırır, aparır. O sənin dediyin gedəndədir. Gedəndə Koroğlu ona deyir ki, ay Bolu bəy, deyir sən ki, deyir, məni aparırsan, nə təklif edir ona? Necə qızı vermə deyir. Yolda uca gedirlər. Hə deyir, mən onu təslim etməm, eləmiş Qızı almamış deyir, mənə ona vermə. vermə. Qızı almamış, məni Hasan Paşaya vermə. Çünki Çünki mən deyir, deyir, onun başına elə oynatacağam ki, deyir, ondan sonra sənə qız verməyəcək. O da deyir, yaxşı deyir, çox sağ ol məsləhətimə görə. Mən də bir iş eləmək istəyirəm, nə eləmək istəyirsən, deyir, bir dəqiqə gözlə ki, arxaya qayıdır nəyisə baxmağa. Arxadan gəlir, başını yaralayır və qanını da bağlamırlar, qanı axa-axa aparırlar. Onda çox deyir ki, günah səndədir. Günah məndədir ki, mən səni buraxıb gəldim. Hə, onda Koroğlu başa düşür ki, bu namətdir. Artıq Koroğlu onun namətliyini başa düşür. Və yolda kimlə rastlaşırlar? Xoca Əzizlə rastlaşırlar. Xoca Əziz, bu da oxuyur ki, aparırlar Pünhan məni. Xoca Əziz də başa düşür. Elə bilir bu dəli olur. Koroğlunun adamları bunu pirə aparırlar. Amma sonra görür ki, yox, bunun başından qan axır və ətrafında dəliləri yoxdur. Buna başa düşür ki, edir qafir, Koroğlunu aparırlar. Gəlir sırası xəbər çatdırır. Hə, burada inanırlarmı ona? Xeyr. Bəli, inanmırlar. Amma sonra necə olur ki, inanırlar? Sonra Nigar başlayır. Bircə dəliyə sən icazə ver gedir. Yox, necə olur inanırlar, tam dəqiq. Bu deyir ki, Koroğlunu gördüm, əsir aparırlar. Bu deyir, düşmən gəlir. Yox, deyir Koroğlunu gördüm, aparırlar. Biri deyir ola bilər, biri deyir ki, öyle şey olar, Koroğlu aparmaq olmaz. Yəni inana bilmirlər ki, kimsə Koroğlunu tuta bilər. Bundan sonra nə xəbər gəlir? Çənli belə kim xəbər gətirir? Hə, Aşıq Cünun deyir ki, Bolu bəy qoşun çəkir. Bəli, Aşıq Cünun deyir ki, mən bu saat Toqatdan gəlirəm. Eşitdim ki, artıq Bolu bəy deyir, mən Toqatdan gəlirəm. Hasan Paşa hazırlaşır bura qoşun çəkməyə. Və mən eşitdim ki, yolda Bolu bəy artıq qoşun çəkib. Onda artıq dəqiq bilirlər ki, hə burada kim durur birinci ki, mən gedirəm? Dəli Həsən. Birinci Dəli Həsəndir. Dəli Həsən Mehdərə deyir ki, atmaq hazırda mən gedirəm. Dəli Mehdərə deyir ki, atmaq hazırda gedirəm. Nigar nə deyir? Sizə qoşun gəlir. Kim durur ki, ikinci mən gedirəm? Dəmirçioğlu. Nigar yenə nə deyir? Sən də qal bura. Sən də qal. Çünki eşitdik ki, üstümüzə iki tərəfdən qoşun çəkir. Biri bu tərəfdən, biri bu tərəfdən. Gedək biz qoşuna iki yerə bölək. Birinə sən başçılıq eləyəsən, birinə o. Onlar deyir mən gedirəm, amma İsabalı biraz daha adi dəllərdir, cavandır. Deyir onlar mən gedim. Gəlir ki, hə, get birinci. Dələsən. Birinci hara get? Ərzəmcan. İkinci İstanbul. Aha, bir də ürləşdirək. Kim xəbər gətirir ki, Koroğlu tutublar? Koroğlu tutublar. Xoca Əziz. Kim xəbər gətirir ki, düşmən hücum çəkir Koroğluya? Aşıq Cünun. Kim getmək istəyir birinci? Dəmirçioğlu. Dəli Həsən. Ən məşhur Dəli Həsən. Dəmirçioğlu. İkinci Dəmirçioğlu. Kim gedir? İsabalı. Hara getdiyir ona? Birinci Ərzəmcana, ikinci Toqata, üçüncü İstanbula. Yaxşı. Qacar Əli döyüşə bilirmi Koroğlu ilə? Döyüşə bilmir. Koroğlu niyə Koroğlu olduğunu boynuna almır? Ailəsinə. Çənli belə qoşun, çənli belə hücum çəkə bilərdi. Deməli, nə deyib, nə çıxdı? Bolu bəy, hə. Bolu bəyə Koroğlu nə məsləhət görür? Deyir ki, məni verməmiş. Qızı almamış deyil, məni vermə. Çünki mən deyir, onun başına bir oynatacağam ki, ondan sonra sənə qızla da verməyəcək. O da deyir, yaxşı. Ondan sonra da yaralayır, aparır. Və bundan sonra gəlirlər, Hasan Paşa, daha doğrusu Bolu bəy, Koroğlunun öz sözünə görə onu gətirir öz elinə və saldırır quyunun dibinə. Və yazır ki, Hasan Paşaya yazır ki, sənin hüzurunda küstahlıq edirəm, amma
Koroğlunu gətirmişəm. Bəs bir günlük də olsa qızımı göndər, mən onu bəs burada qonaq eləyir. Bundan sonra o da qızını Kəcavəyə qoyur, göndərir. Birinci əslində qorxur, istəyir naməni cırsın atsın, da əsəbləşir. Və ona da yazsın ki, axşama Koroğlu burada olsun. Amma sonra düşünür ki, birdən mən belə eləyərəm. O da deyir Xotkərə göndərər Koroğlu və bir qızdan ötürü deyir, bir qızdan ötürü qızını. Hətta deyir ki, gö qızları çox sevirdi, dırnaq içində. Hətta bir qızdan ötürü deyir Xotkərin şeyində 2 quruşluq olaram deyir gözündə. Onu şey eləmir və qızını göndərir ora. Hətta qızı eşidəndə ki, o Koroğlu döşə gedib sevdi ki, Bolu bəy öldürəcək, bu da canı qurtaracaq. Onun qəlbə gəlir ki, necə ola bilər ki, Koroğlu Bolu bəyə əsir düşsün. Bundan sonra qızını göndərir. Qızın adı nə idi yeri gəlmişəm? Dünya xanım. Bəs keçən hənsəyə gedən qızın adı nə idi? Dona xanım. O Dona xanım idi, bu da Dünya xanım idi. Dünya xanımı gətirir, Qaravaşla gəlir Dünya xanım bura. Gəlir Dona xatının yanına. Yaxşı. Dona xatının yanına gələndən sonra nə baş verir burada? Bolu bəy. Dünya xanımın yanına gəlmək deyirsiniz. Dünya xanım gəlir. Koroğlu sallar quyuya. Quyudan səs gəlir, Koroğlu oxuyur. Dünya xanım kimi səslə Qaravaş deyir ki, Koroğludur. Və gedirlər Koroğlunun yanına. Qaravaş da at çəkirəm, qorxur. Axı bu Hasan Paşanın qızıdır Dünya xanım. Sonra görür ki, Dünya xanım güldü, ondan sonra rahat verir. Deyir ki, Qaravaş Peyğəmbərə bənzətmə var quyuya düşdüyünə görə. Yox. Burada deyil. O dərzi şagirdi Əhməddədir. Yox, Əhməd quyuya düşdüyünə yox, zindana düşdüyünə görə. Hə, zindana düşdüyünə görə kimi oxşadılar Yusuf peyğəmbərə? O şey Əhməddir. Yox. Əhmədi gözəlliyinə görə bənzədirlər. Haqsız nahaq yerə zindanda olduğuna görə Qanpolat. Qanpolada bənzədirlər. Bəli. Yox, burada demək. Burada ümumiyyətlə Yusufə bənzətmə yoxdur ki, orada. Yusufə bənzətmə var ki, Heydər Baba salanda, Heydər Baba dağı Yaqubdur, Şəhriyarda Yusufdur. Deyir ki, Yusufu uşağı ikən itirdin, qoca Yaqub, qurd ağzından tapmışsan, yəni ikinci hissədədir. Ayrılığa görə Heydər Baba salandadır, nahaq həbsdə yatdığına görə Qanpoladdadır, gözəlliyinə görə Dərşagirdə Əhməddə, gözün hərəsinə aid edilir. Belə. Bəs İsa peyğəmbərə bənzətmə. İsa'nın nəfəsi şeydə Bir coşqıldadır, bir. 2, Məsih Dəmsaz Dəhnamə. Məsih Dəmsazda deyir ki, Səba özünü deyir ki, mən ölmüşlər üçün Məsih Dəmsazam. Səba özünü şeyə bənzədir, deməli, İsa peyğəmbərə bənzədir. 2, Qoca və Dənizdə deyir ki, Həzrət İsa özü onu getməyə qoymaz, balığı getməyə qoymaz. Qoca deyir. 3, Bir də Leyli Məcnun'da Leyli Məcnun'da Məcnun adam oldu ki, uşaq kimi, İsa kimi tiflilikdən kamil. Deməli 4 dənə var. Bir, Məcnunu İsa kimi tiflilikdən kamil deyirlər. Bir dəfə Qoca Dənizdə Qoca deyir ki, Həzrət İsa onu getməyə qoymaz, özü onu getməyə qoymaz. Bir, coşqılda deyir İsa'nın nəfəsi. Bir də Səba özünü İsa'ya bənzədir. İsa kimi Məsih Dəmsazam deyir. Deyir uşaqlıq. Ölmüşlər üçün deyir, mən Məsih Dəmsazam, yəni İsa'yam. İsa deyirlər, ölüləri dirildirməyə güc olub, ona görə deyir ki, mən ölmüşlər üçün Məsih Dəmsazam, Səbadır. Yaxşı, İsa'dan da danışdıq, Yusuf peyğəmbərdən danışdıq, keçən ildir təzə Koroğluya. Koroğlu burada bir şey yada saxlayır. Orada zindandadır. Bax, zindanban sözünü oradadır. Dərşagirdə Əhməddə zindanban təklif edir ki, bəlkə otaqların birindən qapı açaq, onu xilas edir. Burada isə zindanban yoxdur. Bir Qaravaş var, bir də Dünya xanım var. Qaravaş təklif edir ki, bəlkə onu quyudan çıxardıq. Bax, Qaravaş təklif edir, yada saxlayır. Qaravaş təklif edir ki, onu quyudan çıxardaq. O da deyir ki, Koroğlu gücü satmaz. Dərlərindən biri gələcək. O da deyir, bəs gözlüyün deyir, onlardan biri gələcək. Eyvazın Dəmirçoğlu. Dünya xanım da oturur. Bəli, Eyvaz Dəmirçoğlu Vəli Əhməd İsabalı deyir, adları çəkir. Bu da oturur qapıda, Dünya xanım oturur qapı pəncərədən baxır. Bir nəfər gəlir, görür ki, buranın adamına oxşamır, şəhər adamına oxşamır. O da oxuyur, deyir ki, var isə Koroğludan xəbər falan. O deyir ki, səs salmır ki, gəl içəri. Gələndə qapıda onu buraxmırlar, Bolu bəyin adamları. Ondan Qaravaş gedir, deyir ki, siz kimsiniz ki, Dünya xanımın adamını buraxmırsınız? Bu, bəs şeydən gəlir, Toqatdan. Görür ki, saraydan gəlir, Dünya xanıma məktub gətirib. Bolu içəri buraxdırır, amma adamlar gedib Bolu bəyə xəbər verirlər. Bir də bunlar oyanır ki, 4 bir yanı qoşun alır. Bu birinci İsabalı gəlir, Koroğlu xilas eləmək istəyir. Amma Dünya xanım deyir ki, gecədir, tələyə düşərik. Gözləyək səhər olsun. İsabalı deyir, mən biraz yatım dincəlim. İsabalı yatır. Onda Dünya xanım 4 bir yanı qoşun alanda, o da oyanır, deyir ki, oyan Əcəmoğlu, çıx get bu yerdən. 4 bir yanı qoşun alıbdı, oyan deyir Əcəmoğlu, çıx get bu yerdən. Onda İsabalı deyir ki, daha səhər gözləmək olmaz. Bəs sən mənə tez Koroğlunun yerini nişan ver. Gedirlər quyunun başına, Koroğlunu oradan çıxardılar. Koroğlu çıxıbsa, artıq İsabalı onu çıxardı. Koroğlu çıxıbsa artıq, bəli. Koroğlu, bax, bu qolda Koroğlunun ümumiyyətlə qoşunu köməyə gəlməyə yoxdur. Koroğlu İsabalı ilə burada, yadda saxlayın. Bütün qoşuna qarşı tək döyüşür. Bütün qoşuna qarşı burada tək döyüşür və yadda saxlayırıq nəyi. Bir də orada yemək məsələsi var idi, onu da girmədim, çox da xırdalıqda. Yeməyini soruşurdu, orada nədir, yemək göndərir onu. Bu da belə.
Yeməkdən sonra neynirlər? Bu deməli keçir, neynir? Nəsə deyirdim yadıma çıxdı. Hə, döyüşürlər. Görür ki, qız bunların ardınca baxır. Diş qabağına gedək. Mehter Murtuzu da baxışlayır. Bəli, Mehter Murtuzu. Bax, bir dənə bir şey demədim. 2 dəfə bu söz keçir. Əvvəldə Bolu bəy Koroğluya deyir ki, qul xətasız olmaz, ağa kərəmsiz. Məni bağışla. Burada da axırda Mehter Murtuzuğa deyir ki, qul xətasız olmaz, ağa kərəmsiz. Məni bağışla. Deməli, o da əvvəldə deyir, qul xətasız olmaz, ağa kərəmsiz. Bolu bəy də oxşada bilər ikisi də. O əvvəldə deyir, öldürən o. Bu da burada deyir, qul xətasız olmaz, ağa kərəmsiz. Mehter Murtuzu da İsabalıya göstərir, İsabalı birinci tanımır. Deyir, bunu tanıyırsan, baxır belə, tanımır. Deyir ki, bəs Koroğlu, Mehter Murtuzu da sənli belə deyir, bələtəyib. İsabalı qılıncını çəkmək istədi, Koroğlu qoymur. Biz də bunu belə əsaslandırıq ki, Koroğlu aşağı təbəqəni bağışlayır. Çünki Koroğlu aşağı təbəqədə, bəli, aşağı təbəqədə sanki Koroğlu bir, necə deyim, onları bağışlamağı bacarır. Onlarda bir günah görmür sanki. Onu da qatır qabağına, təzən aparır özünün çəli belə. Qaravaş, qızı da götürür, görür ki, bunlar bir-birinə baxırlar, görür ki, bunlar bir-birinə aşıq oldular. Bir də Qaravaş gəlir, o da deyir, bəs bu kimdir? Deyir ki, bəs qız da deyir ki, Dünya xanım, bəs o bizə kömək eləmişdi də. Bu da mənim Qaravaşım da bizə kömək eləmişdi, deyir gələ. Deməli, Çənli belə 5 nəfər yola düşür. Mehter Murtuzu, Koroğlu, İsabalı, bir də Mehter Murtuzu aparır, bir də Qaravaşdan Dünya xanım 5 nəfər yola düşür, yadda saxlayın. Bir dənə xüsusi yadda saxlayırsınız, bir dənə bu qolun sonunda, Bolu bəy qolunun sonunda məclis qurdurmaq məsələsi yoxdur. Dağlara şeir deyir. Deyir ki, Koroğlu çox səfər eləmişdi, amma bu qürbət ona ağır gəlmişdi. Nəyə görə? Çünki burada Koroğlu Bolu bəyə elə bir sanki öz saflığından, özünü satır, özünü belə onun başına öz saflığından onun başına iş gəlir. Ancaq deyir ki, çox qürbət eləmişdi, amma bu qürbət ona deyir, pis təsir eləmişdi. Ona görə də dağlara deyir, orada şeirin deyir və bununla da Bolu bəy qolu tamamlanır. Saxla videonu.